300 manat qarşılığında sevgilinizi, yəni bir-birinizi yoxlamaq istəyirsiniz. Məndə bir dənə proqram var, yalan aparatı proqramıdır. Birinci telefonu mən sizə verəcəm, sorğu-sual edəcəm. Ondan sonra isə xanıma verəcəm, sorğu-sual edəcəm. Əgər yanlış cavab versəz, orada göstərəcək. Yəni razısınız buna? Olsun. Olar. Siz məni takib edirsiniz? Xeyr. Xeyr. Əgər məni takib etsəydiniz, düz məndən 500 man pul qazanasıydınız. Ona görə də hər kəs məni takib etsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. Onda mən deməli buradan proqrama girim. 5 saniyə gözləyin, zəhmət olmasa. Aha. Hazırsınız? Hazıram. Əvvəlki sevgilinizlə daha xoşbəxt idiniz, yoxsa indiki? İndiki sevgilimdən daha xoşbəxtəm. Düzdür. İndiki sevgili sevirdin, yoxsa əvvəlki? Düzünü desəm, əvvəlki ilə daha xoşbəxt idim. İndiki sevgilimi də tanımağa çalışıram. Hələ də tanımağa çalışıram. Düzdür. Zamana ehtiyac var. Yəni getdikcə də daha yaxşı tanıyıram. İstəyirəm ki, daha yaxından tanıyam da. Yəni mən zamanla hər şeyi həll eləmək istəyirəm. Bəyə də çox böyük hörmətim var və sevməyə çalışıram.